zaman müddətində görüşdüyünü hesablayın. Ümumiyyətcə, görüş müddətini təyin edəndə uşaqlar bu getdikləri yolu, görüşmək üçün gedilən yolun nisbi surəti olan nisbətidir uşaqlar. İndi eyni istiqamətlidir. Nisbi surətini necə yazacağım? V1 çıxaq V2. Bəs yolu necə tapacaq uşaqlar? Baxın, nisbi surəti əslində siz başa düşməlisiniz. Biz, məsələn, nisbi surət haqqında danışanda deyirik ki, məsələn, V1 10, V2 də 6-dır uşaqlar. Bax, belə gedir. 6 metr bölü saniyə sürətlə gedir. İndi uşaqlar, eyni istiqamətli hərəkətdə deyirik ki, V1, V2 bərabərdir. V1 çıxaq V2. Olur neçə uşaqlar? 4. Aha. Bəs uşaqlar, bu nə deməkdir? Bax, sanki ikinci cisim durubdur. Birinci cisim ona hansı sürətlə yaxınlaşır uşaqlar? 4 metr bölü saniyə sürətlə yaxınlaşır. Bəs birinci cisim ikinciyə çatması üçün onda nə qədər məsafə getməlidir? Bu aralarındakı qədər məsafəni getməlidir da. Düzdürmü? Onda burada görüş müddətini təyin edəndə necə yazaram uşaqlar? T görüş bərabərdir. S bölünsün 4 yazaram. İndi gəlirəm, eyni qaydanı bura tətbiq edəcəm. Bax, belə düşünək. İkinci cisim durub yerində. Birinci cisim ona hansı sürətlə yaxınlaşır onda? 4 ilə yaxınlaşır da. Eyni şeydir də. İkinci cisim 6 ilə gedir. Arxada gələndə 10 ilə gəlirsə, onda hər saniyə ikinci cisimə neçə metr yaxınlaşır? 4 metr yaxınlaşır. Aha. Bəs indi ikinci durubsa, birinci nə qədər məsafə getməlidir onda? Bu qövsün uzunluğu qədər məsafə getməlidir də uşaqlar. Belə olmalıdır. Arxada gələn sürət daha böyükdür. Bəs bu qövsün uzunluğunu necə tapacaq uşaqlar? Çevrə 360 dərəcədir. 360 dərəcəyə nə qədər uyğun gəlir? 2 piyer. Çevrənin uzunluğu 2 piyerdir. Bəs 120-yə uyğun gələcək nə qədər uşaqlar? Bir S. S-i buradan tapsam, S nəyə bərabərdir uşaqlar? 120 vuraq 2 piyer. Bölək neçə? 360 olacaq. Bu 120 ilə 360 ixtisar eləyərəm. Qalar nə? 2 piyer bölək 3. Gətirib yerinə yazsaq burada uşaqlar. 2 piyer bölək 3. Bundan sonra qoyuruq yerinə uşaqlar. V1-imiz 10'dur. 10 çıxılsın 6. 3. 2 vurulsun 3 vurulsun. R-imiz neçədir? 30'dur uşaqlar. Vuraq 30. Bu 3'ləri buradan ixtisar eləyərik. Məxrəcdə 4 qalar. Surətdə də 60. O da olar 15 saniyə. Cavab olur Y variantı. 33-cü suala baxağın. Deməli, çevrə üzrə bərabər sürətlə hərəkət edən K və L cisimlərin xətti sürətləri eynidir. Yəni bizə sürət